Uzaqşəhərin Azərbaycanlı aktrisası. Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir? Ölkə Sinem Ünsal haqqında maraqlı faktları təqdim edir. 21 iyun 1993-cü ildə Türkiyənin İzmir şəhərinin Foça mahallında doğulub. Atası əslən Azərbaycanlı, anası isə Çərkəzdir. O müsahibələrinin birində özünü Qafqaz qızı adlandırıb. Babaannem zaten sürekli Azerice konuşuyor. Yani onun Türkçe konuştuğunu, yani Türkçe de konuşuyor ama çok ağızlı konuştuğu için, çok aksanlı konuştuğu için çok anlaşamıyorduk tabii. Orta məktəbi İzmirdə oxuyub. Eskişəhərdə Osman Qazi Universitetinin xarici dildə müqayisəli ədəbiyyat fakültəsindən məzun olub. Daha sonra Fərdi müəllimdən aktyorluq dərsləri alıb. O, hələ kiçik yaşlarından aktyor olmaq istəsə də, təhsil almaqla bağlı ona istiqamət verən olmadığından ədəbiyyat üzrə oxuyub. Aktris olmağı çox istədiyi üçün Sinem Ünsal elə məzun olduğu həftə İstanbula yola düşüb. İş tapa bilməyən Ünsal nəşriyyatlardan birinə zəng edərək yalan danışır və işə dəvət aldığını, onlardan cavab gözlədiyini deyir. Daha sonra müsahibəyə dəvət alır və işə qəbul olur. Burada çalışmağa başlayandan 1-2 ay sonra isə seriala dəvət alıb. Məqsədi teatr üzrə ixtisaslaşmaq olsa da, karyerasına seriala başlayıb. Dərhal aktyorluq dərsləri almaq istəyirdi, lakin bunun üçün pul da lazım idi. Sinem Ünsal İstanbula gələrək ilk növbədə iş axtarıb. İlk dəfə 2017-ci ildə Keçmiş adı ilə Fox televiziyasında yayımlanan Çoban Yıldızı serialına çəkilib. Onun ilk baş rolu Möcüzə Doktor serialında Nazlı Güləngül obrazı olub. 2017-2022-ci illərdə həmçinin Siyah-beyaz aşk, Qızım, Əlbət bir gün, Gizli saxlı, Səndən öncə adlı seriallarda, eləcə də reklam filmlərində və teatr tamaşalarında da rol alıb. Onun çəkildiyi Əlbət bir gün serialı 6-cı, Səndən öncə serialı isə cəmi 3-cü seriyada yayımdan qaldırılıb. Reytinglər aşağı olduğundan hər iki layihənin çəkilişləri dayandırılıb. 2024-cü ildə isə reytingli Uzaqşəhər serialında Ali obrazını canlandırır. Aktrisanın ekran işindəki tərəf müqabili Ozan Akbaba da əslən Azərbaycanlıdır. Uzaqşəhər son 15 ildə ən çox reyting qazanan Türkiyə serialıdır. Bəzi mənbələrdə yer alan məlumatlara görə aktrisa hər seriyadan 600 min lirə, yəni təxminən 27 min manat qazanır. 2019-cu ildə teatr mükafatlarında ilin ən yaxşı gənc aktrisası mükafatına layiq görülüb. O, 2020-ci ildə Türkiyə Gənclik mükafatlarında ən yaxşı qadın aktrisa, Möcüzə Doktor serialındakı roluna görə tərəf müqabili Tanir Ölməzlə ən yaxşı serial cütlüyü adını qazanıb. Aktrisa subay olsa da Türkiyəli aktyorlar Kıvanç Kılınç, Gizli Saklı serialında tərəf müqabili olmuş aktyor Halit Özgür Sarı ilə eşq yaşayıb. Hazırda isə həmkarı Berk Canqatla sevgi münasibətlərinin olduğu deyilir. Sinem Ünsal ailəsi haqqında məlumatları gizli saxlayır. Onun valideynləri və sair haqqında detallı informasiya olmasa da, özündən yaşca böyük Gizəm adlı bacısı olduğu məlumdur. Sinem Ünsal'a çox bənzəyən Gizəm Ünsal da aktrisadır. O isə yarım qalan aşklar, Fazilət Hanım və Qızları kimi seriallarda rol alıb. Sinem Ünsal müsahibələrindən birində həyatda ən çox ölümdən qorxduğunu deyib. Ən böyük xəyallarından biri isə aktyorluq üzrə Avropada daha yaxşı təhsil almaqdır. Onun özündə ən bəyənmədiyi xüsusiyyəti çox səbirsiz olmasıdır. Sinem Ünsal deyir ki, düşündüyü şeylərin dərhal gerçəkləşməsini istəyir. İstedadlı aktrisa tez-tez gözəl və incə görünüş ilə də diqqət çəkir. O deyir ki, hər zaman xüsusi rejimlə qidalanır, karbohidratdan və şirniyyatdan uzaq durur, ətə isə ümumiyyətlə nifrət edir.